Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlı kişi tanışını bıçaqlayıb. Baku Postaz Lentaza isnadla bildirir ki, hadisə Pugaçov küçəsindəki yataqxanada baş verib. Zəng edən şəxs dava barədə xəbər verib və 4 iştirakçı olduğunu bildirib. Hadisə yerinə gələn mülki mühafizə əməkdaşları həyətdə 2 nəfər aşkarlayıblar. Onlardan biri tibbi yardım üçün təhvil verilib, digəri isə araşdırma aparılması üçün şöbəyə aparılıb. Polis şöbəsində saxlanılan şəxsin 45 yaşlı Azərbaycan vətəndaşı olduğu müəyyən edilib. Məlum olub ki, onu artıq Pskov polisi də axtarır. O, hərbi xidməti öz başına tərk etmə işi üzrə şübhəli şəxs qismində axtarışdaymış. Hərbi hissədə onun yoxluğu 2024-cü ilin sonunda müəyyən edilib. Yazın əvvəlində isə rəsmi şəkildə axtarışa verilib. İlkin məlumata görə Azərbaycanlı Sankt-Peterburqda Pugaçov küçəsində yerləşən yataqxanada yaşayırmış. Elə orada 31 yaşlı qonşusu ilə birlikdə içki içib, aralarında baş verən mübahisə isə bıçaq zərbəsi ilə nəticələnib. Yaralanan şəxsin çiyin nahiyəsindən kəsici deşici xəsarətlə Aleksandrov xəstəxanasına çatdırılıb və ağır vəziyyətdə şok şöbəsinə yerləşdirilib. Azərbaycanlıya hələlik xırda xuliqanlıqla bağlı protokol tərtib edilib.